Gələnmə. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Biri gəlsin bu biabırçılığa bir ad qoysun. Belə şəhid anası olar. Şəhid anası yox, sanki qabağından yeməyən, qarşısındakını nakazat eləyən cinayətkar məhlə qaqaşı obrazı. Əvvəlcə şəhid balasının adını uca tutan bütün şəhid analarımızın əllərindən öpürəm. Bizim baş tacımızsınız. Bu videodakı şəhid anasının bu hərəkətinə çox üzüldüm. Deyilənə görə videodakı kişi şəhid portretinə hörmətsizlik edib. Çox böyük qələt edib. Onun bu hərəkətini hüquq mühafizə orqanları araşdırıb tədbir görməlidirlər. Heç bir şəhid statusu Azərbaycan qanunlarını tapdalamağa dəlalət etmir. Şəhid anasının bu kişini ağır söyüşlərlə təhqir etməsi, onu alçaltması, onu şillə təpişlə döyməsi cinayət məsuliyyətidir. Ümumiyyətlə, milli qəhrəman adı necə geri alınırsa, şəhid ailəsi kimi müqəddəs ada ləkə gətirən belələrinin də statusu ləğv olunmalıdır. Şəhid anasıyam deyə kiminsə basıb gözünü çıxarmalısan. Belələri o vəziyyətə gətiriblər ki, cəmaat şəhid anası görəndə uzaq qaçırlar ki, şər xatadılar. Niyə bu vəziyyətə gətirdiniz? Dövlətin qayğı və imtiyazı kifayət qədərdir şəhid ailələrinə. Şəhid anası müqəddəs addır. Bu adı uca tutmaq şəhidə ən böyük hörmətdir. Qanun və şəhid ailəsi statusu şəhid anasının özbaşınalığına dəlalət etmir. Nə biabırçılıqdır bu? Kim ixtiyar verib bu özbaşınalığa? Belələri cəzalanmalıdır. TikTokda şəhid şəkilləri arasında göz yaşı axıdaraq hədiyyə uman və erməniləri sevindirən o şəhid anaları qınanmalıdır. Biz o şəhidlərimizə belə analardan çox hörmət edirik. O gün şəhid bulağını öz başına söhmək istəyib, güya başqa yerdə bulaq tikən bir şəhid qardaşına aid Səidə Bəkir qızı qınaq videosu çəkmişdi. Məsələdən tam hali olmayan başqa bir şəhid anası güya bu şəhid ailəsinə dəstək olub, özbaşınalığa haqq qazandırmaq üçün Səidənin balasına qarğış tökür. Deyir, kaş başımdakı bu qaralaylıq Səidiyə də qismət olsun. Utanın, O müqəddəs şəhid anası kiminsə balasına qarğış edir. Təndir arvadlarının qarğışı kimi. Səidənin 14 yaşlı balasına qarğış etmək nəinki şəhid anasının, heç bir ananın haqqı deyil. O başınızdakı qara yaylığın müqəddəsliyindən utanın. Siz şəhid anasının müqəddəsliyini hələ də anlamırsınız. Şəxsi mənafələr üçün istifadə edilə bilməz bu ad. Burada mənəm Bağdadda kör xəlifə təfəkkürlü şəhid analarına, bəzilərinə, az qismdilər, onlara üz tuturam, ayıbdır, özünüzə gəlin. Görün, necə şərait yaratmışsınız ki, videolarımın birində bir nəfər mənə yazıb ki, Rayət müəllim, bəzi şəhid anaları var, gəlib desələr ki, tutalım, övladınız şəhid olmayıb, yanlışlığı olub, indi evinizə gəlir. Dilxorçuluqdan ürəkləri partlayar. Belələri övladlarının sağlığına yox, ölümünə sevinənlərdir. Çünki verilmiş statusdan əlavə hər özbaşınalığa mən şəhid anasıyam şüarı altında həyata keçirirlər. Niyə bu sözləri dedirsiniz ki? Mən ləyaqətli, şərəfli, balasının adını uca tutan çox şəhid anaları tanıyıram. Bu videoya baxın. Çox xahiş edirəm ki, analardan, bütün şəhid analarından, burada deyirəm, bu müraciəti eləyəcəyim də. Hamısı qara yaylığı başlarından açsınlar. Hamısı ağ yaylıq bağlayıb, düşmənə zəfər qazanmağımızı sübut eləsinlər. Heç bir ana da bundan sonra qara yaylıq bağlamır. Bu 44 günlük savaşın şəhid zabiti kapitan Vüqar Nəcəfovun anası Şəmsi xanımdır. 2-ci Fəxri xiyabanda, Şəhidlər xiyabanda dəfn olunub. Şəhid oğlunu dəfn edən də heç kəs ağlamağa qoymadı. Dedi, mənim balam ölməyib ki, ağlayırsınız. Mənim balam şəhid olub. Məni şəhid anası kimi müqəddəs ad bəxş etdiyi üçün sevinirəm və oğlumla qürur duyuram. O qədər gözü toxanadı ki, ancaq dövlətin qayğısından başqa heç bir təmənnanı qəbul etmir. Şəhid mayor Asiman Əliyevin anası Gülayə ana öz övladının 40 mərasiminə qədər ürəyi dözmədi bala yoxluğuna.
Mənim şəhid analarım bunlardır. Allahdan şəhidlərimizə rəhmət, şəhid analarımıza isə can sağlığı arzulayıram.